Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emin Yusiflinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. İttihama görə Emin Yusifli tamah niyyəti ilə müxtəlif şəxsləri xırdabuynuzlu heyvanların alqı-satqısı ilə məşğul geniş əlaqələrə malik olduğuna və onlardan aldığı pullarla müxtəlif rayonlardan heyvanlar alaraq satacağına, əldə olunan gəlirlərdən isə onlara qazanc verəcəyini inandırıb. İş materiallarına əsasən təqsirləndirilən şəxs bu üsulla ilk olaraq 2024-cü ilin mart ayının əvvəllərində Bakı şəhərinin Xəzər rayonu Şüvəlan qəsəbəsində tanış olduğu zərər çəkmiş Dadaş Mahalovdan 50.000 manat alıb. Emin Yusifli eyni üsulla digər 3 nəfərdən də külli miqdarda pul alıb. İttihamda onun avtomobil təmiri ilə bağlı başqa bir şəxsi də aldatdığı qeyd olunur. Beləliklə Emin Yusifli 100 minlərlə manat vəsaiti dələduzluq yolu ilə ələ keçirib. Məhkəmə iclasında Emin Yusifli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib və təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbsdən azad edilib. Qeyd edək ki, ad və soyadlar şərti verilib.